Salam əziz izləyicilər. Bugün yeni podkast buraxılışımızla qarşınızdayıq. Bugünkü qonağımız nevroloq Leyla Ağabalayevadır. Xoş gəlmisiniz Leyla xanım. Və bugün düşünürəm ki, bu sahə ilə bağlı ən maraqlı sualları Leyla xanıma ünvanlayıb cavab alacağıq. Leyla xanım, Xoş gəlmisiniz. Xoş gəlmisiniz. Xoş gördük. Bugün yenə fərqli söhbətlərimizi davam edəcəyik. Başlayaq məncə birinci sualdan. Başlayaq. Leyla xanım, praktikanızda nə qədər tez-tez, yəni hansı tezliklə autizm spektr pozuntusu olan uşaqlarla qarşılaşırsınız? Ümumiyyətlə mən artıq uzun illərdə tibbi fəaliyyətlə məşğulam. 20 ildir artıq. Bu il tamam olacaq. Ümumiyyətlə ümumi statistik göstəricilər öncəki 10 illiklə müqayisədə çox fərqlidir. Yəni təxmini hal-hazırda günlük statistik pasient baxışının, indi biz pasient kimi qiymətləndirikdə istənilən həkim otağına daxil olan şəxsi baxışının əvvəl bir ortalama 10 pasientdən ikisi mental, yəni spektr və yaxud mental problemli uşaq idisə, hal-hazırda 10 pasientdən 8-i ortalama, yəni ISP Kifayət qədər böyük rəqəmdir. Yəni günlük daha çox rastlaşdığımız diaqnozlar sırasındadır. Bu biz indi diaqnozdan danışırıq. 10 uşaqdan 8-i diaqnozdan artıq. Yox, düzdür, diaqnozdan demirəm. Yəni ümumiyyətlə bir problemli olaraq. Yəni inkişaf etap. Mən bu rəqəmi gözləmirdim əslində. Yox, çox sıxdır. Bəlkə də indi mən daha çox uşaq nevrologiyasından məşğul oluram. Ona görə belə bu qədər sıxlıqla görürəm, amma yəni günlük bir uşaq nevroloqunun gördüyü söhbət məhz ISP-dən gedirsə, çoxdur, sıxlığı çoxdur həddən artıq. Bəzən olur ki, valideynlər hərdən gecikir, hərdən bilmir nə vaxt müraciət etsin. Ümumiyyətlə hansı dönəmdə nevroloqa müraciət etməlidirlər? Sırf gözləməlidir ki, nəsə olsun və yaxud da tutalım ki, birinci aydan misal üçün artıq nevroloqun nümayəndəsində olmalıdır. Çox yaxşı sualdır bu. Nəyə görə? Ümumiyyətlə nevrologiya elə bir sahədir ki, mütləq uşaq həyatının ilk ilində, yəni valideyn nevroloqla görüşür. Adətən. Bu ya profilaktik baxışla olur, ən yaxşı halda, yəni bizim dövlətin qoyan qanunları içərisində də bilirsiniz, dövlət müəssisələrində peyvəndlərə icazə həm də mütləq nevroloji baxışdan sonra keçir. Yəni ən yaxşı halda sağlamlığı ümumi qiymətləndirmək üçün. Digər hallarda perinatal patologiyalar, yəni doğuşa bağlı problemlər, yəni bir problem varsa, bunu ilkin görən ixtisas sahibləri neonatoloqlar və pediatrlar olur doğuşdan sonra və əgər rəsmi perinatal, yəni doğuş vaxtı, hamiləlik dönəmi, çətin hamiləlikdən keçən və doğulan uşaqlar bir problem varsa ortada, mütləq nevroloqa yönləndirirlər. Yəni perinatal patologiyalar mütləq nevroloqun baxışından keçir. Yəni həkimlər tərəfindən ikinci yönləndirmə olur. Bir də üçüncü valideyn özü görür. Yəni görür ki, onun övladında nə isə qaydasında getmir. Məsələn, indi bizim ümumi nevrologiya ümumiyyətlə elə sahədir ki, həm fiziki uşağın fiziki inkişafına baxır həyatın ilk illərində, həm də mental, ağıl, zəka inkişafına baxır. Yəni əgər valideyn kənara çıxmanı görürsə, bu arada valideynlərimiz çox ağıllıdırlar, onu hiss edə bilirlər. Məsələn, 3 aylıq uşaq göz kontaktı qurmur, tutaq ki, və yaxud bir əlini oyuncaq istifadəsində istifadə edir, oyuncaqları tutan zaman. Digər əlini istifadə etmir, bu artıq fiziki problemlərə girir. Və yaxud ən sadə bildiyimiz oturmur, yerimir vaxtında, yəni indi bilmirəm ayları deyim ya yox, yəni normal inkişaf göstəricilərində 7-10 ay oturmalı, 1 yaş 6 ayına kimi yeriməlidir. Əgər gecikirsə, mütləq valideyn özü də, yəni gətirir nevroloq baxışına və biz nevroloqlar tərəfindən dəyərləndirilir. Yəni nevroloqlar adətən yəni həyatın ilk ilində mütləq uşaqları görür. Bu baxımdan da, yəni həm fiziki, həm mental geriliyi qiymətləndirilən ixtisas olduğuna görə, yəni belə deyəcəm də, 4 ayda heç kim uşağını psixiatra aparmır. Amma mütləq nevroloqa gətirir. Ona görə nevroloqlar bugünkü gündə həm də ISP-yə baxan bir ixtisas qrupuna çevriliblər. Elə ona toxunmaq istirdim. Bilirsiniz də psixiatriya
Tək bizim ölkədə yox, düşünürəm bütün dünyada biraz stigmaya uğramış sahədir. Çox vaxt heç kim istəmir ki, uşağını psixiatra aparsın, ümumiyyətlə psixiatriyaya müraciət eləsin. Ümumiyyətlə Və ona həmişə görə pis tərəfini bəli, fikirləşmir. mütləq ilk öncə ləngiməsi olan uşağı nevroloq görür. Ölkəmizdə də bu belədir və düşünürəm dünyanın bir çox digər ölkələrində də belədir. Məncə valideynlərimizi də bu sual çox maraqlandırar. Şəxsən mənim özümə də həmişə maraqlı olub. Nələr konkret nevroloqun kompetensiyasındadır? Yəni nevroloq hansı xəstəliklərə, belə deyək sadə dildə baxır? Hansı problemlərə artıq yönləndirməlidir pedaqoqa, psixiatra və yaxud da başqa həkimlərə? Yəni nevroloqun işi harda başlayır, harda bitir? Yaxşı sualdır bu arada. Demək, nevrologiya belə deyim də, artıq bu sualın bir hissəsini mən izahını verdim. Amma ki indi ümumi götürsək, nevrologiya tək bizim ölkədə deyil, ümumiyyətlə həm yaxın elə Türkiyənin özündə də cocuq nevroloqları, yəni bunlar ASP ilə məşğuldurlar. Bugünkü günümüz daha çox autizm üzərindəndir, ona görə suallar. Bundan əlavə gelişim pediatrları da var, inkişaf pediatrları. Məsələn, Avropada, Türkiyədə inkişaf pediatrlar bu ixtisaslarda həmçinin autizmlə məşğuldurlar. Mən nevrologiya indi konkret hansı diaqnozlarla məşğuldur, bunu əksərimiz bilirik. Epilepsiyadır, baş ağrılarıdır, yuxu pozuntularıdır, tamam. Daha həmçinin burada sinir əzələ xəstəlikləridir. Bunlardan əlavə ümumi, yəni autizm və inkişaf gelikləri elə bir diaqnozdur ki, burada multidisiplinar yanaşma olmalıdır. Yəni o uşaqla bir komanda adətən çalışır, açıq deyim. Yəni biz özümüz belə psixiatrlarla əlaqədə oluruq. Elə idarə edə bilməz durumlar olur ki, mütləq psixiatra yönləndiririk. Və yaxud da konkret hansı hallarda nevroloq baxmalıdır, hansı hallarda psixiatr baxmalıdır. Bilirsiniz ki, xəstəliklərin ümumiyyətlə bilirik, beynəlxalq təsnifatı var. Bu həmçinin nevroloqların da rəsmi kod olaraq beynəlxalq təsnifatların içərisində, yəni yuxu pozuntuları, qavrama və nitq gerilikləri, ümumi inkişafın dəqiqləşdirilməmiş pozuntuları, bu diaqnozlar var, hansı ki, bu yaş aralığı adətən 0 yaşdan 4 yaşacan olan yaş aralığıdır ki, bu etapda nevroloq konkret məşğul ola bilir ümumi inkişaf geriliklərindən. Razılaşın ki, bir çox diaqnozlarda ilkin başlanğıcda eyni cür irəliləyir. Yəni belə deyim də, məsələn, 1 yaş 2-3 aylıq uşaqda istənilən ixtisas nevroloq, psixiatr, pediatr hələ dəqiq diaqnoz qoya bilmir. Bu pedaqoji işləmsiz uşaqdır, dəbli uşaqdır və yaxud bir ASB-li uşaqdır. Diferensiyasiya çox çətindir. Ona görə biz həm diaqnoz, bu inkişaf ləngiməsi diaqnozları, yəni bir də oradan qaynaqlanır. Bu bizim müvəqqəti qoyduğumuz bir diaqnoza, yəni bir etapdır ki, biz orada müvəqqəti diaqnoz qoyuruq. Dəqiqləşdəndən sonra adətən bu 4 yaş üzəridir, 3 yaş üzəridir. Daha əmin oluruq diaqnozdan. Ondan sonra konkret ixtisaslar içərisində bölünür artıq. Biz özümüz yönləndiririk və yaxud hansı hallarda özümüz davam edə bilirik. Son zamanlar belə bir ifadələrə tez-tez rast gəlirik. Autizmi sağaldırıq. Bunu nevroloqlar da çox tez-tez istifadə edir. Bu haqqda istərdik danışaq, biraz daha geniş olursa, ümumiyyətlə nə dərəcədə düzgündür bu ifadəni istifadə etmək? Ümumiyyətlə sağalmaq olurmu autizmi? Autizm ümumiyyətlə virus və bakterial belə bir xəstəlik deyil ki, həqiqətən onu bir sağalmağa ehtiyac olsun. Autizm sadəcə davranış, ünsiyyət və sosial uşağın bacarıqlarının ehtiyac olduğu və bir fərqli yanaşma, diaqnoz da deməyək buna, autizmə, yəni konkret olaraq. Autizmi sağaltmaq demək, bəli, sosial platformalarda daha tez-tez eşidirik bu cümləni, amma açıq deyəcəm, düşünürəm autizmi sağaldırıq. Bu valideyn qorxusu və ümidindən istifadə edib bir qazanc məqsədli bir istifadə olunan cümlədir.
Tamam? Reklam üçün. Yəni valideyn qorxusu və ümidi üzərindən qazanc baxımlı istifadə olunan bir cümlədir. Buna da aldananlar çoxdur. Aldananlar yox, inananlar kifayət qədər çoxdur. Bilirsiz necədir? İndi daha çox nevroloqların üzərindən keçirik. Əslində bu bir neyroinkişaf pozuntusudur. Yenə burada nevroloqlar məşğul ola bilir bu diaqnozla, ASP ilə. Məsələ ondadır ki, bugünkü gündə bir stomatoloq da autizmin adını çəkir, bir ginekoloq da, yəni nevroloqlar yenə, bir neyroinkişaf pozuntusudur, rastlaşırlar. Müalicəsi ilə də məşğul olurlar. Yəni apara bilirlər uşağı. Müalicə də hansı hallarda olacaq deyəcək. Amma bugünkü gündə hər kəs, yəni ASP-dən danışır, istənilən ixtisasda, yəni paylaşımlarında mütləq həmin diaqnozu görə bilirsən. Məncə problemli tərəf burada əslində nevroloqlar deyil də, problemli tərəf budur. Amma bəzi nevroloqlar mən autizmi sağaldıram deyimi, bu birbaşa yenə də dediyim kimi ixtisasa aidiyyatı yoxdur. Bu elə ancaq qazanc məqsədli daşıyan reklamlı bir istifadə cümləsidir. Təəssüflər olsun ki, valideyn qorxusundan istifadə edərəkdən. Mən tez-tez görmüşəm, valideynlər müraciət eləyiblər. Deyirlər ki, biz getdik nevroloqa. Nevroloq dedi ki, bəli, sizin uşaqda autizm əlamətləri var. Amma siz təlimi dayandırın. Ümumiyyətlə sizin uşağa təlim lazım deyil. Gəlin, mən sizə müalicə yazacağam. Mənim müalicəm olmadan o təlimlərin heç bir effekti yoxdur. Ümumiyyətlə, təlimin çox elə bir effekti yoxdur. Əsas müalicədir. Mənim müalicəmdən sonra uşağın nitqi açılacaq, koqnitivi düzələcək və s. Soruşmaq istəyərdim ki, Leyla xanım, varmı belə dərmanlar koqnitivi açan, nitqi açan, inkişaf elətdirən? Doğrudanmı bu müalicə həmin o nevroloqların qeyd elədiyi qədər bu qədər vacibdir? Və ümumiyyətlə əsas da sual odur ki, yəni təlimləri ehtiyac var dayandırmağa, yəni müalicədən sonra başlamağa. Bugünkü gündə vahid bir səhiyyə sistemi var və biz hal-hazırda sübutlu tibb üzərindən gedirik də konkret olaraq və autizmdə təlimin effektivliyi bu artıq elmi təsdiqini tapmış bir şeydir. Tamam? Yəni bunun biz burada sual olmalı deyil. Yəni elmi təsdiq varsa, hər kəs buna bir mənalı olaraq 2 vur 2 4 kimi riayət etməlidir. Əlbəttə ki, autizmdə terapiya, yəni ünsiyyət bacarıqları üzərində iş, indi ergoterapiya, ABA və s. Yəni bunların hər biri önəmlidir. Özdə xüsusilə həyatın ilk illərində başlamaq çox önəmlidir. Yaxşı, bəs burada müalicə hansı aspektdə olmalıdır, nə zaman lazımdır? Müalicə məsələsi, bilirsiniz, hansı hallarda biz həkimlər təyin edirik müalicə məsələsini. Məsələn, siz də razılaşarsınız ki, heç cür terapiyaya da heç cür bir türlü irəliləməyən uşaqlar var. Və razılaşın ki, bugünkü gündə Azərbaycan reallığında təlimlər kifayət qədər maddi vəsait tələb edir valideyn üçün. Və yəni tutaq ki, 1 il təlimdə olan, amma bir türlü göz kontaktı yaranmayan, təbii ki, burada autizmin forma və növünə də daxildir o. Daha ağır formalarda görürük. Belə olan hallarda, yəni uşağın diqqətini artırmaq üçün bizim protokolumuzda da var diqqət dərmanları. Və yaxud çox aqressiv davranış sərgiləyən ASP-li uşaqlar var. Heç cür təlimə tabe olmurlar. Ya takıntıları üzərindən tabe olmurlar, indi obsessiyaların hesabına. Ya ümumiyyətlə aqressiv davranış sərgiləyirlər. Belə olan hallarda yenə də uşağın aqressiyasını azaltmaq üçün, diqqətini artırmaq üçün, ümumi davranış korreksiyası üçün bəli müalicə təyin olunur. Amma ki, tutaq ki, yaş yarımlıq uşaq ASP şübhəsi ilə gəlibsə qəbula, təbii ki, hər zaman ilkin başlanılan vazkeçilməz bu işin qanunu təlimdir ki, bunu hər bir işini doğru bilən həkim valideynə mütləq ki, buyurur. Bəli, ikisi də olmalıdır. Bilirik ki, bəli, protokollar üzrə bilirik. Yəni ki, bir çox həkimlərimiz bilir necə olmalıdır, amma təəssüf təcrübədə bəzən bu protokollardan, bəzən yox, tez-tez kənara çıxılır. Kənara çıxma olur, bəli. Yəni yenə də deyirəm, mən hər zaman işimi elmi əsaslarla, yəni dayanıqlı edirəm və təlim bu hissədə, yəni artıq sözünü demiş və sübut olunmuş bir effektiv vasitədir. Bundan da qorunmaq olurmu? Misal üçün, hansı həkimin yanına gedirlər və yazırlar, resepti yazırlar. Hansı məqamda valideyn
bir siqnal olmalıdır. Misal üçün, eyni anda 4 dərman ya eyni anda 2 dərman olmalıdır. Yəni hansı məqamda valideyn başvurur bu kifayət qədər çoxdur misal üçün. Bəli. Harda özünü belə qorunucu hiss etsin. Bilirsiniz, əslində valideynlər autizm sağaldıram və çox kəskin cümlələr deyənlərdən sadəcə uzaq durmalıdırlar. Daha analizçi olmalıdırlar. Düşünürəm, biraz açıq araşdırmaçı olmalıdırlar. Bir də bu valideynləri də əslində anlayırıq biz həkim olaraq. Yəni o fərqliliyi qəbul etməlidirlər. Hər şey bundan sonra başlayır. İlk öncə əlbəttə ki, qəbul etmədik. Mən hər zaman deyirəm, acı həqiqət yoxsa yalancı ümid, bu çox önəmlidir də, yəni. Fərqliliyi qəbul etdikdən sonra artıq o valideynlə iş çox asan olur. Sən ondan, yəni tək həkim kimi yox, çox rahatlıqla bir vətəndaş kimi, fərd kimi, valideyn kimi, həkim kimi rahatlıqla uşağın probleminə bağlı söhbət edə bilirsən. Amma ki, problemi qəbul etməyən, öz övladını başqası ilə müqayisə edən, niyə belədir, o niyələri beynində bitməyən valideynlərlə yol çətin olur. Adətən belə deyəcəm də, yəni biz diaqnozu deyəndə otaqda çox olaylar rastlayırıq. Bunu mən bənzədirəm bilirsiniz nəyə? Psixologiyada var ya, yasın mərhələləri. Yəni ilkin mərhələ şokdur, sonra depressiyadır və axırda qəbullanmadır. Çox təəssüf ki, yəni o ilkin mərhələni bizdə bizim qanunlarımız var və biz pasiyentə diaqnozu mütləq deməliyik gördüyümüzü. Yəni diaqnozu deyəndə o şok mərhələsində adətən bizim otaqda rastlanır. Orada biz çox şey eşidirik də, yəni valideyn hirslənə də bilir, sən 10 dəqiqə mən uşağımı necə diaqnoz qoydun deyə də bilir. Hansı ki biz psixoloq deyilik, konkret 4-5 kliniki göstərici var ki, biz ona əsasən ASP diaqnozunu qoyuruq daha böyük yaşlarda, kiçik yaşlarda izləyirik və yəni çox şok olayı bizim otaqda yaşayır. Ondan sonra nə olur? Daha emosional sabit valideyn duruma tez sakitləşir, durumu araşdırır, qəbul edir və normal, optimal, yəni doğru elmi əsaslı yolla davam edir vizlərlə. Amma emosional labil olmayan və heç cür diaqnozu qəbul etməyən bir də qıraq faktor var da. Qıraq faktor, qonşu faktoru, yəni misal üçün bu faktorlara alınan yollar dəyişir. Baxış bucağı dəyişir. Baxır, mən sağaldıram, mən 3 ay sən uşağını danışdıracam. Tamam, düşür o yolun ardınca və azırlar, kobud deyəcəm, azırlar, kifayət qədər maddi itki ilə qarşılaşırlar və təlimi elə etapda başlayırlar ki, açıq deyim. Yəni elə etapda gəlirlər ki, yanımıza da. Yəni biz hər gün o valideynlərlə üzbəüzük həqiqətən baxırsan ki, yəni bu adam ağır metalların araşdırılmasına 10.000 pul xərcləyib misal üçün və yaxud kök hüceyrəyə, yəni bunların heç birinin elmi əsası yoxdur bilirsiniz də. Yəni bir evini satıb verib, amma bir tık irəliləyiş yoxdur uşaqda, çünki təlim almayıb, dəstəyi yoxdur ümumiyyətlə uşağın. Və təzədən sıfırdan biz bir yola giririk. Qısaca çətindir. Bu araşdırmalardan danışdıq. Fokusumuz Trumpın çıxışına idi və çıxışından sonra yəni bir şok yaşadıq, kimsə inandı, trendə çevrildi, müzakirələr olundu, hələ öz sözünü dedi ki, parasetamol autizmin demək olar ki, bir köküdür. Hamilə vaxtı kimsə qəbul edir və s. Bu haqda çox danışdıq. İstəyərdik ki, bir nevroloq kimi də siz öz sözünüzü deyəsiniz. Baxın, indi yenə də deyirəm, biz ümumiyyətlə bizim vahid səhiyyə sistemimiz var. Bizim bu son illər çox sevindirici haldır. Biz əslində həm də keçid dönəminə düşdük də. Yəni hal-hazırda təbib və səhiyyə çox böyük işlər görür. Konkret, yəni bu vahid səhiyyə sistemində. Bu nədir? Yəni bir Amerikada oturan bir nevroloqla Azərbaycanda
ki nevroloqun miqrenə yanaşma tərzi eyni olmalıdır da. Bu bizim protokolumuzdur. Yəni hər kəs kefi istəyən müalicəni verə bilməz. Bir resept yazıramsa mən və bu Avropada nevroloqun əlinə düşürsə, o mənim reseptimi oxumalı və bilməlidir ki, mən burada miqren müalicəsi vermişəm. Yəni bu bir qanuna uyğunluqdur. Bunu bizə qoyan bu qanunu Ümumdünya Səhiyyə Təşkilatıdır. Hansı ki, bu Ümumdünya Səhiyyə Təşkilatının da yəni qurucusu Amerika Birləşmiş Ştatlarıdır. Yəni bu qanun 2-4 kimidir də. Biz ona ciddi riayət eləyirik. Kənara çıxmağı çox sevmirik. Yəni çıxmırıq adətən. Bu bizim əsaslı tibbimizdir. İndi siz baxın ki, Ümumdünya Səhiyyə Təşkilatının qurucusu olan Amerika Birləşmiş Ştatlarının, düzdür onun baş ofisi Cenevrədədir, amma yəni qurucusu Amerika Birləşmiş Ştatlarıdır. Amerika Birləşmiş Ştatlarının yəni prezidenti cənab Trump çıxır bir cümlə deyir, yəni deyir ki, parasetamol autizm yaradır və yaxud həmçinin peyvəndlər. Bu elə bir cümlədir ki, necə deyim ki, bu bir balaca etiket qaydalarını pozmayım. Göy qurşağında bir ildırım kimi bir yəni bunu cümlədir. salonda getdiyimiz dırnaq ustası da deyir də, yəni. Tamam mı bizə? Halbuki Ümumdünya Səhiyyə Adi- Təşkilatının başında Yəni duran mətbəxdə elədiyimiz söhbətdə. mətbəxdə etdiyimiz, yəni söhbətdir də. Belə bir cümlə deyir və yenə də o ümiddən dolayı valideynlər ya qorxudanmı dolayı o cümlənin ardınca gedirlər. Amma sizlər də indi razılaşarsınız, indi bu podkast paylaşanda altında da yazacaqlar valideynlər əminəm. Günlük biz praktikada kifayət qədər peyvənd almayan, amma autizmli uşaqlar görürük. Tamam mı? Və yaxud kənddən gələn, sağlam qidalanan, elə oradaca doğuşu olan, amma övladı autizm olan uşaqlar görürük. Mən indi həkimliyi qoyuram bir qırağa. Mən bu məsələyə valideyn kimi, bir vətəndaş kimi baxıram. Razıyam. Nələrsə yolunda getmir. Tamam. Nələrsə yolunda getmir. Çünki bugünkü gündə 30 uşaqdan biri artıq ASB-li doğulur. Yaxın 20 ilin, 50 ilin statistikası verilib artıq. Və hələ ki bu elm bunun qarşısında acizdir. Niyə yaranır? Ümumi bir deyirik ki, genetik faktorlar, nə bilim, mavi ekran yükünün artması, qida faktorları, tamam bunları deyirik. Amma bir şeyin ki elmə əsaslı sübutu olmadı, hər şey ondan başlayır. Yəni konkret nədəndir və həll yolu budur. O olmadığına görə bu mövzular hamısı oradan çıxır. Tamam? Düz. Hamısı oradan qaynaqlanır. Yəni İndi parasetamol. parasetamol içək içməyək. Bu arada o yəni heç bir tədqiqatlardan sübut yəni edilməyib də. Bəli. Leyla xanım, nevroloqa müraciət edəndə ilk dönəmlərdə təbii ki, siz dediniz, o kabinetdə məcbursunuz ki, diaqnozu səsləndirəsiniz. Ən azı kiçik yaşlarda birbaşa deməsəz də, məsələn, övladınızda autizm spektr pozuntusu var, risk qrupundadır, autizm spektr pozuntusudur. Çox güman ki, izləyək görək, təlimə başlayın, necə olar? Yəqin ki, siz də Zaten elə yanaşırıq. Bəli, belə Amma yanaşırsınız. autizm elə yanaşırıq. Yəni eynən o cür deyirik. Bəli. Sənin övladın autizmdir demirik. Tamam? Şübhə var deyirik. Şübhə Tamam? Amma nə? Yəni autizm buradan çıxdısa, valideyn eşitdiyi bu olur. Ondan Şübhə sonra var, heç ola nə etmir. bilər. Yəni bir izləyək, yəni bu cümlələr eşitmir. Tamam, mən real praktik həkim olaraq deyirəm buna. orada da sizə deyim, valideynlər iki yerə bölünür. Böyük bir qrupu siz demiş ancaq autizmi eşidir. Geri qalan kəsim deyir ki, həkim dedi ki, yox, autizm deyil. Deyil. İzləyək. İzləyək, autizm deyil. O ümid bəsləyir valideynlər. Valideynləri təbii ki, biz yaxşı başa özümüz də valideynik. Həqiqətən mən çox yəni anlayıram, empatisi də yəni qururam, açıq deyim. Hal-hazırda elədir ki, əvvəl bir kənddə bir ASB-li uşaq olurdusa, indi artıq bizim nəslimizdə var və yaxın 20 illik hər birimizin ailəsində olacaq. Bu qaçılmaz faktor. Təəssüflər olsun ki, qaçılmaz bir Yəni faktor. burada biraz empatisi olan yəni həkim onsuz da tam doğru şəkildə necə buyurulubsa onu o şəkildə deyir valideynə. Bir siz mən belə yanaşacağam da. Mən düşünürəm ASB-li uşaqların valideynləri zamanla çox belə yəni
əslində ASP-nin də onlara qatdığı olur. Zamanla çox müdrikləşirlər. ASP səbirli olmağı öyrədir. Zamanla adaptasiya edirlər bu duruma. Amma bəli, o həyatın o ilk illəri çox çətin keçir. Konkret sualınız nədir? Oradan yayındıq. Verməmişdim hələ sualımı. Nevrologiyada ümumiyyətlə nevroloqların çox işlətdiyi belə bir valideynə o diaqnoz kimi gəlir. Məsələn, deyir ki, sizin övladınızda inkişaf ləngiməsidir. Ya da sizin övladınızda psixi inkişaf ləngiməsidir, nitq ləngiməsidir. İstəyərdim biraz bundan danışaq. Ümumiyyətlə nitq ləngiməsi, inkişaf ləngiməsi, psixi inkişaf ləngiməsi özü-özlüyündə bir diaqnozdurmu? Çünki onsuz da valideyn gələndə, sizə müraciət eləyəndə ya psixiatra onsuz da nitqi ləngiyir deyə müraciət edir ya da görür ki, yaşlıları kimi deyil, psixi ləngiyir deyə müraciət eləyir. Gəlir həkimə deyir ki, mənim övladımda ləngimə var. Həkim də geri dönür deyir ki, hə, sizin övladınızda nitq ləngiməsidir. Bunu bir diaqnoz kimi təyin edirlər və başlayırlar müalicə eləməyə. Və valideynlərdən kiçik yaşlarda bunu eşidəndə mən çox təəccüblənmirəm. Məsəl üçün 2 yaşda, 3 yaşda siz dediyiniz o hələ dəqiqləşdirilməmiş dönəmlərdə müvəqqəti bir diaqnoz kimi arada bu rəsmi var bizdə. Təəccüblənmirəm. Amma bir məsəl üçün bir 8-9 yaşda məsələn inkişaf ləngiməsidir. Mənim övladım yox, autizm deyil, yox intellekt pozuntusu deyil, inkişaf ləngiməsi eşidəndə şəxsən mən çox təəccüblənirəm. İstərdim həm valideynlərə ümumiyyətlə bu inkişaf ləngiməsi, psixi inkişaf ləngiməsi nə vaxt bu sözləri işlədir nevroloq, ümumiyyətlə nə vaxt işlətməlidir və neçə yaşa qədər bu ifadələrdən istifadə edirsiniz? Məsəl üçün, olarmı ki, bir 9 yaşlı uşaq inkişaf ləngiməsi deyə, yoxsa artıq konkret bir diaqnoz olmalıdır, yaşıdlarından geri qalırsa? Ümumiyyətlə bu dediyiniz, ümumi dediyim bu barədə artıq danışdıq. Ümumi inkişaf ləngiməsi bu adətən bizim 3 yaşacan, yəni qiymətləndirdiyimiz, müvəqqəti qoyduğumuz bir diaqnoz ola bilər. Yenə də dediyim kimi qollar çox ayrılır da o, yəni dəbdə, pedaqoji işləmsiz, yəni onu bəzən elə uşaq var, yəni biraz təlimə yönləndirsən sürətli öz yaşlarına çatır. Ya mavi ekran yükünü azaldırsan, toparlandı uşaq, pedaqoji işləmsiz, daha yanında qalan uşaqlar görükdə sosial bacarıqlarını aktivləşdirsən, bağçaya qoyursan, öz yaşlarına tez bir zamanda çatır. Yəni bu zaman ərzi adətən, yəni tutaq ki 1 il, 2 il, 3 yaşacan ümumi inkişaf ləngiməsi kimi qiymətləndirə bilərik. Amma 9 yaşlı uşağın nitq ləngiməsi, yəni belə deyim də, mən öskürürəm, amma mən niyə öskürürəm? Tamam? Bu bir simptomdur da, əlamətdir. Mən pnevmoniyayamı, mən bronxitəmmi, mən adi qripəmmi, öskürürəm. Yəni xəstəliyin adı olmalıdır. Yəni problemin adı olmalıdır. Xəstəlik deməyək. Yəni bu problemin adı olmalıdır. Nitq ləngiməsi ümumi bir termindir. Onun altında mütləq ki bir diaqnoz vardır. Yəni bu uşağın niyə nitqi ləngiyir? Əqli geridimi ləngiyir? ASP-lidimi ləngiyir? 9 yaşında uşaqdan söhbət gedirsə əgər, yəni 3 yaş üzəri artıq diaqnoz bəlirləmək olur. İnkişaf ləngiməsi belə bir diaqnoz 9, 8, 7 yaşda mümkün deyil. Hətta 5 yaşda belə. Hətta 5 yaşda, 3 yaş üzəri artıq rahatlıqla yəni diaqnozu valideynə demək mümkündür. Yəni düşünürəm burada 9 yaşda inkişaf ləngiməsini yenə də saxlamaq istəyən, bu həkim olaraq valideynə ümid verən və valideyn olaraq o ümidə inanmaq istəyən valideyn qrupasına girir. Çox güman təəssüf ki belə olur. Bəli, çox güman elə olur. Amma reallıqda isə yenə də acı həqiqət. Yəni 3 yaş üzəri artıq rəsmi olaraq diaqnoz deyilməlidir. Yəni maksimum o yaşacan qoya bilərik ki, ümumi inkişaf ləngiməsi bir nevroloq olaraq, yəni bugünkü gündə psixiatrlar yaşarımlıq uşağa da deyirlər ASP-dir məsələn, tamam? Yəni diaqnoz qoyurlar, formasını da izah edirlər. Amma bir nevroloq adətən 3 yaşınacan izləyir uşağı. Faktorlardan danışdıq. Genetik faktorlardan danışdıq və s. Belə də olur ki, valideynləri müayinələri göndərirlər. Məsəl üçün MRT-yə və MRT-də görsənir ki, damar, beyin damarının əyri gedir, qıvrım gedir və yaxud da kəllə-beyin təzyiqin səbəb göstərirlər ki, bu autizmin faktorudur. Buna görə bütün problemlər başlayır və damar əyridir deyənə ora qidalanma getmir, beyinə getmir və bu bir səbəb kimi göstərilir. Sizin ya da son zamanlar ən məşhur valideynləri yönəndirlər S100, NSY kimi analizlərə, neyroiltihab axtarırlar uşaqda.
müayinə metodları üzərindən danışım, daha çox nə kələdağı təzyiq Yəni yoxdur o onu zaman. yönəldirlər. müayinə Nə metodları qədər üzərindən. bu kömək Bax, edir Və ona? başlayırlar bunu müalicə eləmək. Neyroiltihabı müalicə eləyirlər, Aha. təzyiqi müxtəlif dərmanlarla müalicə edirlər. NSC normasında deyil, onu normaya Bəli, sal, bəli, normaya SUS salırlar. norma- Bu nə dərəcədə doğrudur? Eləməlidirmi ümumiyyətlə həkimlər belə Və bir yönləndirmə dəstək olurmu etməlidirmi? valideynə Və ya bu? ümumiyyətlə bu neyroiltihabın bir simptomu olmalıdır. Düşünürəm ki, bu elə-belə diaqnoz deyil neyroiltihab. Yəni sadəcə yüngül autizm əlamətləri və ləngimə kimi özünü göstərmir. Başqa spesifik əlbəttə ki, əlamətləri daha ciddi olmalıdır. Bəli. kliniki göstəriciləri olmalıdır. Birinci müayinə üzərindən gedim, ümumiyyətlə EEG və MRT müayinələri üzərindən gedim. Əlbəttə ki, burada ASB-li, autizmli, ümumiyyətlə autizmli uşaqlarda sıxlıqla məsələn epilepsiyaya biz daha çox rast gəlirik. Tamam? Epilepsiya daha sıx rast EKG-nə də gəlirik. ona görə. Çünki ümumiyyətlə autizm bir neyroinkişaf pozuntusudur. Yəni və digər uşaqlara nisbətən ASB-li uşaqda daha sıx rast gəlinirik. Ona görə açıq deyim, bir nevroloq olaraq məsələn adi ASB-li uşaqlarda ciddi diqqət problemi var bilirsiniz. Və bizim bir absans epilepsiyamız var. Bu bizi yanılda bilir bu arada. Məsələn uşaq adi girir donma tutmasına. Donma, yəni belə donur. Baxır sənə, baxışını fiksə edir, bir neçə saniyəlik davam edir bu. Bunu valideynlər şikayət olaraq deyir bizə ki, mənim uşağım donur, doktor, arada donur. Yəqin diqqəti dağınıqdır, donur. Amma bir nevroloqun həmişə beynində absans epilepsiyası, yəni bir qıraqda var, Siqnal mütləq. verdi. Əlbəttə ki, bu absans olur, çünki çox rastlayırıq. Yəni bu diqqət dağınıqlığıdır deyib altdan bir absans epilepsiyası, yəni həkimlər tərəfindən, elə mənim özüm də diqqət kimi qiymətləndirdiyim, amma video görüntü al mənə at dedikdən sonra və yaxud uşağın gözünün önündə bir dənə belə, yəni işarə ver, gör, həmin vaxt sənə baxdım, ciddi diqqət problemlərində heç o baxış da olmur ümumiyyətlə. Məsələn, uşağın heç ümumiyyətlə göz kontaktı yoxdursa, belə olan halda EEG ön plana çıxır və biz ASB-li uşağı, yəni tez-tez EEG edərik. Çünki bunun üçün əsaslı səbəblərimiz var. MRT üçün isə konkret göstəriş olmalıdır. Yəni o uşaqda beyin strukturunda patologiyadan şübhələndiyimiz halda MRT edərik. Bu nadir hallarda olur. Beyin strukturunda patologiya başladığı hallarda da onun kliniki Əsmər xanımın sözünə qüvvət kliniki göstəriciləri olur. Məsələn, bu uşağın gözü çəp deyildi, doktor. 2 gün içində başlayıb çəp olmağa və yaxud 2 görməsi də başlayıb. Və yaxud tez-tez yıxılır və yaxud qusmaları başlayıb. Başına vurur, ağrıyır, qusma fonunda, tamam? Elə olan halda, yəni konkret şikayət üzərindən gedərik. Yoxsa elə hər ASB-li uşaq mütləq MRT-dən keçməlidir. Belə bir şey yoxdur həqiqətən müayinə metodlarına qaldıqda. Digər neyroiltihab məsələləri elədir ki, orada da mütləq kliniki göstəricilər olur. Yəni hər ASB-li uşaq neyroiltihab analizlərinə göndərilməli deyil. Klinikada ümumi yanaşmaya baxırlar. Əgər kliniki ciddi əlamətlər gördüyü halda pasiyent yönləndirilir və yaxud neyroiltihab yenə də o maddi yükü olan bir analizlərdir. Heç bir kliniki olmadığı halda sırf neyroiltihab olaraq yanaşma, yəni bu da maddi itkidən başqa bir şey deyil, açıq deyim. Bundan əlavə mən də biraz kənara çıxma da eləyəcəm. Məsələn, ağır metal, yəni metabolik testlərin hər ASB-li autizmli uşağa edilməsi, məsələn. Tamam? Bu da bəli, çox Yəni, yayğındır. yenə də, Yəni real danışanda çox yayğındır. Valideynlər tamam, ağır çox metallar üzərində iş aparacam və uşaq Yəni bu bir vaxt itkisidir. Vaxt, O maddi metalları itki, axtarmaq. yəni vaxt itkisi, maddi itki, bəzən genetik analiz görürük. Tamam, indi bəziləri sığorta tərəfindən ümumiyyətlə qarşılanmır. Daha doğrusu əksəri qarşılanır. Genetik analizlər hələ ki o sistemə daxil deyil və valideyn üzərində olan bir şeydir. Və yaxud məsələn qidalanma, bağırsaq məsələləri. Bu hissəyə də istəyirəm toxunaq. Bu hissədə razı olduğumuz məqamlar çoxdur. Təbii ki, şəkər məhdudlaşdırarıq, həyat tərzi, həyat Bu keyfiyyətini həyat artırarıq. Tipik Amma uşaqlarımıza autizmə yanaşdığımız sırf bağırsaq, yəni probiotik verib
bir ara var idi, qurd dərmanlarıyla bağırsaq fəaliyyətini yaxşılaşdırıb gözləmək ki, autizmdə irəliləyiş olsun və yaxud bağırsaq fəaliyyətini yaxşılaşdırmaqla ola bilər. Bağırsaq fəaliyyəti, bağırsaq problemi olan uşaqlarda bağırsaq fəaliyyətini yaxşılaşdıranda ASP-də müəyyən qədər irəli getmə ola bilər və bəli, qida faktorları da çox önəmlidir. Mütləq biz də deyirik, şəkəri azaldın, mümkünsə ağ un məhsullarından uzaq durun. Tamam? Və bunlar da yenə də nəyə gəlirik? Elm əsası varmı? Yoxdur. Yoxdur. Elm əsası nədə var? Təlimdir. Ən birinci növbədə və mütləq müalicə. Yəni bizim protokol dərmanlarımız var. İşin keyfiyyətini artırmaq üçün yazırıq onları. İşin keyfiyyətini artırmaq üçün daha çətin durumlarda. Leyla xanım, bayaq dediniz, epilepsiya, doğrudan da biz bilirik ki, autizmli uşaqlarda komorbid olan ən yaygın xəstəliklərdəndir, problemlərdəndir. Siz valideynlərə nə qədər ara, nə qədər tezlikdə o həkimə müraciət edib epilepsiyanı yoxlamağı məsləhət görürsüz? Varmı belə bir yaş kateqoriyaları, ta ki bir ilkin bu yaşda gəlməlidir, sonra bu yaşda, sonra pubertat dövründə yoxlamalıyıq? Yəni hansı aralıqda olmalıdır bu yoxlama? Söhbət heç bir problemi olmayan uşaqdan gedir. Yox, autizm spektr pozuntusu olan Autizm spektr pozuntusu Yəni uşaqda. nədən şübhələnib bunu etməli? Adətən görürük ki, hansısa bir nəsə olur, amma valideyn fikirləşir ki, ötərdə oldu bir dəfə. Amma bunu ciddiyə almaya bilər. Hansısa bir məqamlarda, misal üçün, bilmirəm, adi qızdırma qalxanda, heç yüksək olmayanda artıq hansısa bir epilepsiya oxşayan bir məqamlar olursa, ona diqqət yetirsin, yəni adi həyatda hansısa bir məqamlar olur ki, ya burada nəsə var. Bunu yoxlatmaq lazımdır. Yəni epilepsiya ümumiyyətlə çox geniş, bu artıq bir ayrı qola girir əslində. Həddən artıq çox növü var. Əksər növü klinik olaraq görünə bilir, amma məsələn belə deyim də, məsələn epilepsiya, bizim mioklonik epilepsiya dediyimiz bir növü var. Məsələn adi belə əl atma. Söhbət altında böyük generalize olmuş epilepsiyadan söhbət gedir. Adi darağı darayanda darağı atdı. Bu gündəlik görün, iş bizim fikir verdiyimiz bir şey mi ola bilər? Yəni detal deyil də adətən valideynin. Yəni adi məsələn müayinədə bu detalı demək, çox əl atır doktor bunun. Tamam. Və yaxud mənim uşağım təlimlə irəliləyib, amma arada elə olur ki, ümumiyyətlə yəni reaksiya vermir, yəni fikri gedir. Tamam? Belə dediyi halda EEG tez-tez etdiyimiz durumdur. Amma bir də burada bir məsələ var. 3 aydan bir EEG etmək. Tamam mı? Yəni biz görürük. Yəni hər dəfə gələndə məsələn EEG-yə yönləndirir. Bu bir dəfə olunan artıq düşüncələrdən, yəni diaqnoz daha rahat olmaq üçün nisbətən də əlçatılan müayinə üsuludur. EEG-ni edərik, ümumi beynin vəziyyətini qiymətləndirmək üçün. Amma bunu da bir adət halına çevirmək lazım deyil. Həkim diaqnozuna əmin oldusa artıq, ondan sonra periodik 3 aydan bir, 6 aydan bir mütləq EEG olmalıdır deyə belə bir şey yox. Leyla xanım, var gecə yuxusunun EEG-si, bir də var getmişəm 15 dəqiqəlik, 10 dəqiqəlik EEG eləyirlər. Bunların fərqindən qısa bir söz deyə bilərsiniz. Bir də hansına, məsələn, gecə yuxusu EEG-sinə nə zaman ehtiyac var, nə zaman ehtiyac yoxdur? Yenə də burada çox yaxşı bir mövzuya toxundunuz. Bəzən görürük ki, çox rastladığımız şeydir də, yəni bu valideyn özü öz başına gedir gecə monitorinqinə, yəni yuxu EEG-sindən eləyir, gəlir. Yəni gecə yatıb stasionarda öz istəyindən. Yəni sanki o EEG raporunun cavabını özü qiymətləndirəcək. Tamam mı? Belə görürük. Bu EEG-nin hansı müddətdə olmağını da təyin edən həkim olmalıdır. O da bizim, yəni yenə də bizim göstərişimizə əsasən olan bir şeydir də, belə deyim. Məsələn, elə epilepsiya, mən yenə də epilepsiyanın detallarına girəcəm, mövzu uzanacaq. Məsələn, fokal epilepsiyalar var ki, onlar yarım saatlıq baxışda görünməyə bilərlər. Tamam? Videoda mən görürəm, valideyn görsədir. Tutma keçir uşaq. Baxıram ki, bu fokal epilepsiyadır. Artıq bu diaqnozu burada qoymuşam. Amma beyin gül kimidir. Tamam? Belə olan halda daha uzun müddətli EEG-yə ehtiyac ola bilər. Tamam? Daha fokal, yəni daha detallı ocaq var hardasa. Yəni yarım saatlıqda onu görməyib. İyice kimi. Elə olanda
daha uzun müddətli 1 saatlıq və yaxud gecə stasionar, yəni gecə monitorinqini bu artıq həkimin qərarına müayinədən əsasən. sonra həkim Müayinədə təyin əlbəttə ki, bunu həkim təyin edir. Diaqnozuna daha əmin olmaq üçün. Aydındır? Amma heç bir problemi olmayan uşağı gec-gecə monitorinqində keçir gəl ki, mən istədim görüm bunun beynində nə var, nə yox. Yəni onu axtarmaq üçün Bir də sualda var Leyla xanım, sizi dəvət etmişkən istəyirəm bu suallarımı verim. Çünki valideynlər bu sualları tez-tez ünvanlayırlar və həkimin cavab verməyi daha doğru olur bu suallara. Bəzən EEG nəticəsindən sonra valideyn göndərir və deyir ki, həkim dedi ki, uşağın inkişafı tam yaşına uyğundur. Ya da EEG nəticəsində müəyyən elədi ki, məsələn, uşağın ləngiməsi var ya da yoxdur. Bu nə dərəcə doğrudur? Çünki biz bilirik ki, ləngimə EEG-dən çox klinik müayinədir. Yəni klinik orada ola bilər ki, yazılsın ki, uşağın heç bir problem yoxdur, amma real görüntü autizm spektr pozuntusudur, real görüntü intellekt pozuntusudur və s. Ondan istəyərdim. EEG müayinəsi, o kağız bizə nəyi göstərir, nəyi dəqiq göstərmir? Ümumiyyətlə EEG üzərindən əslində elektroensefaloqrafik çəkim həkimə çox informasiya verən, yəni bir müayinə metodudur. EEG ilə biz yalnız epilepsiyanı görmürük, bəli. Tamam. Epileptik ocağı görmürük. Biz orada bir struktural patologiya varmı, onu hiss edə bilirik. EEG tək epileptik ocağı və hansı tərəf necədir, gicgahdadırmı, problem nə boydadır boyutu, oradan beyin dalğalarının normal, abnormal çıxışı nədir? Yəni ümumi, bəli, çox yaxşı beyin barədə, həmçinin inkişafı barədə məlumat verir. Əlbəttə ki, məlumat verir yici. Yəni sırf epilepsiya olmasa da ümumi beyni bizə açır. Amma burada bəli, yəni sən əsəbisən, nevrozsan, mən onu EEG-də gördüm. Bax, belə detallar var, indi onlara girmək istəmirəm. Amma ümumi struktural problem və konkret epileptik ocaq və ümumi beyin inkişafı barədə məlumat verə bilir elektroensefaloqrafik çəkim. Sonda istərdik ki, valideynlərə tövsiyələrinizi verəsiniz. Necə deyirlər, nədən başlasınlar, nə vaxt başlasınlar, daha fokusları daha çox nədə olsunlar. Əsas bildiyi ki, təlimdir. Amma bundan əlavə valideynə tövsiyələrim, ən birinci tövsiyəm odur ki, erkən müdaxilə. Yəni bax bu çox önəmlidir. Yəni o etapı qaçırtmasınlar da qətiyyən. Yəni itirməsinlər. 1 yaş bu 4 yaş aralığını itirməsinlər. Biz çox gecikmiş vakalar görürük. Filan kəs də atası da belə danışmışdı. Qonşu dedi, əşi narahat olma. Yəni erkən terapiyaya başlayan uşaqlar daha aktiv irəliləyirlər, nəinki sonrakı etaplarda başlayan uşaqlar. İkinci, heç zaman valideynlər müqayisə etməsinlər övladlarını, fərqliliyi qəbul etsinlər və heç bir vaxt ümidlərini itirməsinlər. Çünki autizmin çoxu bugünkü gündə peşə təhsilində də olur, universitetə də qəbul olur, ailədə qururlar, əksəri. Yəni ona görə heç zaman ümidlərini itirməsinlər, olduğu kimi fərqliliyi qəbul etsinlər və düşünürəm ki, və daha öncə dediyim kimi, əslində autizmli uşaqların valideynləri zamanla çox müdrik, səbirli valideyn qrupasına çevrilir və bu da bizim üçün həqiqətən çox bir böyük, önəmli göstəricidir. Təşəkkür edirik Leyla xanım. Düşünürəm ki, həm izləyicilərim, şəxsən mənim özüm üçün də kifayət qədər maraqlı söhbət oldu. Valideynlər ümid edirəm öz suallarına cavab tapdılar. Çünki mən bir çox suallarıma cavab tapdım. Çox təşəkkür edirəm, gəldiniz. Mənə də çox xoş oldu. Çox həqiqətən minnətdaram mən də. İnanırıq ki, bizim fərqli söhbətimiz sizə də maraqlı olacaq və davamı inşallah olacaq.